Feil. Deməli, feil əşyanın hərəkətini bildirən əsas nitq hissəsidir. Nəzərinizdə qalsın. Feilin əsas sualları nə etmək, nə olmaq suallardır. Bunların üzərində artıq qurulur. Nə etdi, nə oldu, nə elədi, nə edəcək, nə olacaq, nə etmişdi, nə olmuşdu. Bunun üzərində artıq qurulacaq feilin sualları. Ümumi feillər nəzərinizdə saxlayın. 2 yerə bölünəcək. Birincisi aktiv feillərdir. İkincisi passiv feillərdir. Aktiv və passiv feillər olmaqla 2 yerə bölünəcəklər. Hərəkət yadınızda saxlayın. A nöqtəsindən B nöqtəsinə daşınırsa, bu aktiv hərəkətdir. Hərəkət duraraq icra olunursa, bu passiv hərəkətdir. Yəni, məsəl üçün, mən nəyəsə baxıramsa, burada passiv hərəkətdən istifadə edirəm. Baxmaqdır, danışmaqdır, qoxlamaqdır, düşünməkdir. Bunlar hamısı passivdir. Getməkdir, qaçmaqdır, yüyürməkdir, tullanmaqdır. Bunlar hamısı isə aktiv, deməli, hərəkət olacaq. Nəzərinizdə qalsın. Çox vacib nüans deyil bu. Biz danışacağıq feilin birinci quruluş növlərindən. Deməli, quruluşu. Feilin quruluşu. Feillə digər əsas nitq hissələri kimi sadə düzəltmə mürəkkəb olmaqla 3 yerə bölünəcək quruluşca. Birinci danışırıq sadə feillərdən. Yadda saxlayın ki, bütün sadə feillər milli mənşəlidir. 3 istisnamız var, onu deyəcəm. Elə birinci olaraq yazıram. Xatırlamaq, bağışlamaq və tərk etmək. Bu 3 söz alınma sözdür, amma sadə olan feildir. Digər bütün sadə feillər isə artıq milli mənşəli olacaq. Nəzərinizdə qalsın. Məsəl üçün, deyək biz yarışmaq, qaçmaq, barışmaq yazmış artıq. Yarışmaq, qaçmaq, güləşmək və sair və ilaxır. Növbəti gəldi düzəltmə. Düzəltmə feillər. Düzəltmə feillər 2 yerə bölünəcək. Birincisi, adlardan düzələn feillər, adlardan söz yaradıcılığında hardasa bunlardan danışmışıq. Məsəl üçün, şəkilçimizin biri olacaq la-lə şəkilçisi. Salam, salamla, maq da artırırıq üzərinə. Salamla, maq. Sonra pisləmək. Birini də yazaq kifayətlənək, başlamaq. Deməli, bəs nəyə fikir verməliyik? Burada yazıram, sadədir. Sadədir. Yəni, altdan nə yazacaqsa, bunlar qarşısından elə yazın. Bunlar sadədir. Məsəl üçün, baxın, danlamaq sözü uşaqlar. Burada laləni görsəz belə, bu lalə şəkilçi deyil. Danlamaq. Yoxlamaq sözündə. Anlamaq sözündə. Dinləmək sözündə. Nəzərdə saxlayın ki, bu sözlərin üzərində olan lalə leksik şəkilçi deyil. Anmaqdan başa düşmək yaranmaz. Dinməkdən qulaq asmaq yaranmaz. Yoxluqdan nə isə yoxlamaq yarana bilməz. Və danmaq feilindən danlamaq feili yarana bilməz. Nəzərinizdə saxlayın. Mümkün olası bir şey deyil. Bir şey deyil. Yəni, bunlar sadə olacaqlar. Növbəti, lan şəkilçisi var dilimizdə. 2 variantlı lan şəkilçisi. Ayaqlanmaq sözü var idi. Ayaqlanmaq xəstəlikdən sağalmaq mənasında nəzərinizdə qalsın. Sonra laş şəkilçisi var idi. Laş-ləş. Vidalaşmaq. Sonra qabaqlaşmaq.
Biz qabaqlayıb qabaqlaşmırdıq da, yadımızdadırsa. Burada laş, ləş, töy, leksik şəkilçi olacaq. Sonra la, laş, lanı dedik. A, ə şəkilçisini deyə bilərik biz. Məsəl üçün, qan, qanamaq. Sonra əl, ələmək. Daha sonra ar, ər şəkilçisini və al, əl şəkilçisini yazaq. Məsəl üçün, boz, bozarmaq. Daha sonra alərlə deyəcək, bu arı deyə qutarmaq. Ağ, ağarmaq. Sonra ot, otarmaq. Nəzərdə qalsın, burada yazıram, sadədir. Sadədir də bunu yadınızda saxlayın uşaqlar. Qızarmaq sözü, qızarmaq. Bu sadə feildir. Yəni qızmaqdan qızarmaq yaranmaz. Alə, qaralmaq. Boşalmaq. Burada uşaqlar an, ən şəkilçisini də götürə bilərik. Daha doğrusu anən yox, bu boşamaqdan yaranır, yox. Bunu götürməyə, buna dəyməyək. Sonra danışaq I üstü 4 şəkilçisindən, bu olacaq turşumaq, turş, turşumaq. Sonra danışaq biz sonuncu olaraq ımsa, imsə şəkilçisindən, üstü 4, ımsa, imsə, ımsa, ımsə. Bu bir sözə qoşulur, mən sözünə əvəzli olaraq mən, mənimsə. İmsə leksik şəkilçi olur. Alə, yadda saxlayın, çox sözünə də qoşulur, çoxalmaq. Çoxalmaq və yaxud da ki, az, azalmaq. Bu belə. Görək, nəyi vermədiyi burada şəkilçilərdə. Burada bir dənə uşaqlar qürurlanmaq sözünü də versək, qürurlanmaq. Qürur sözün kökü qürurlamaq sözü yoxdur, qürurlanmaq olacaq bir yerdə leksik şəkilçi. Bu oldu bizim adlardan feil düzəldən şəkilçilərimiz. Sonra danışaq biz feildən feil düzəldən şəkilçilərdən. Burada şəkilçilər elə çox deyil. Feildən feil düzəldən şəkilçilər. Feildən feil düzəldən şəkilçilər. Deməli uşaqlar, birincisi olacaq feildən feil düzəldən şəkilçilərdən ış, iş, uş, üş. Vur, vuruş, maq. Dala, bunun ş forması da var. Dala, dalaşmaq. Dalamaqdan dalaşmaq yaranır. Nəzərinizdə qalsın. Görməkdən də görüşmək yaranacaq. Deməli, buradan yazıram sadə. Yəni, burada ışı görəcəksiniz, amma ış kimi götürmüyorum bunu. Yarışmaq. Barışmaq. Danışmaq. Güləşmək. Bunlar sadə sözlərdir. Daha sonra ın üstü 4 deyinmək. Daha sonra görünmək. Geyinmək. Və sal və axır. Növbəti. Dır, dir, dur, dür. Bunun t forması da var. Yazdırmaq. Pozdurmaq. Maqnət qəbul edirsə dırdır, leksik şəkilçidir. Və yaxud da ki, öldürmək.
Sonra it üstü 4 şəkilçisi. Qorxutmaq. Qorx sözünün köküdür. Ut burada leksik şəkilçidir. Nəzərdə qalsın. Daha sonra ar üstü 2 şəkilçisi. Ar o halda leksik şəkilçisi olur ki, üzərinə maqmək artıra biləsiniz. Qoparmaq. Sonra deməli, ır üstü 4 şəkilçisi. Buna deyəcəyik, içirmək. Eyni şeydir. Maqmək artıra biliriksə, leksik şəkilçi olacaq burada. İçirmək, qaçırmaq. Bu formada leksik şəkilçi olacaq. Sonra imsə şəkilçisi buna da aiddir. İmsə, imsə, umsa, umsə. Bir sözə qoşulur sadəcə olaraq. Burada gülmək feilinə qoşulacaq. Gül, imsə feilin formalaşdıracaq. Bu da oldu bizdə feildən feil düzəldən şəkilçilər nəzərinizdə qalsın. İndi biz keçirik sizinlə mürəkkəb feillərə. Deməli, uşaqlar, mürəkkəb feillər 2 və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır və mürəkkəb feillər 3 cür olur yazılış baxımından. Birinci olacaq bitişik yazılanlar. Bitişik yazılanlar. Bitişik yazılanlar sadədir. 3-4 dənə söz var. Sağollaşmaq. 1. İstiotlamaq. 2. Toz soğuranlamaq. 3. Və xuda hafizləşmək. Dörd dənə bitişik yazılan feillər. İkincisi olacaq şöyle defislə yazılan feillər. Defislə yazılan feillər əsasən yaxın və ya əks mənalı sözlərdən olur. Deyib, gülmək. Deyib, gülmək. Yazıb, oxumaq. Bu formada biz mürəkkəb feili yaradacağıq. Birinci ıb gələcək birinci tərəfdə. Daha doğrusu birinci ünsürdə. Və ona yaxın mənalı olan söz işlənəcək. Və bu formada artıq biz mürəkkəb feili yaradacaq. Və yaxud da əks ola bilər. Məsəl üçün, atıb, tutmaq. Bu formada üçüncü gəlir və bizim üçün ən vacib olan gəlir. Artıq ayrı yazılan feillər. Ayrı yazılanlar. Deməli, ayrı yazılan feillər etmək, eləmək, qılmaq, bilmək, olmaq. Bu feillərin köməkliyi ilə biz mürəkkəb feil yaradacağıq. Baxın uşaqlar, birinci danışıram etmək və eləməkdən. Bunlar yaxın mənalı bir şeylərdir. Kömək, etmək. Mürəkkəb feildir. Bir yerdə suala cavab verir. Hörmət, hörmət etmək. Adam eləmək. Bunlar mürəkkəb feillər olacaq. Bəs bu nə vaxt müstəqil olur? Etmək, çalışmaq mənasında mürəkkəb olur. Yadınızda saxlayın, mürəkkəb olmur. Dərs etmək. Artıq müstəqil suala cavab verəcək. Nə etmək? Etmək, nəyi? Dərs. Yadınızda saxlayın. Yəni, etmək, çalışmaq mənasında olanda çalışmaq. Artıq sırf ayrıca müstəqil feil kimi işlənir. Amma bunlarda artıq mürəkkəb feilin tərkib hissəsi kimi. Sonra bilmək. Yadınızda saxlayın uşaqlar. Bilməkdən əvvəl, yəni bilmək feilindən əvvəl Aə şəkilçili söz gəlibsə, mürəkkəb feil yaranıb. Bu qədər sadə. Məsəl üçün, danışa bilmək,
yaza bilmək, deyə bilmək. Bunlar hamısı. Oxuya bilmək. Bunlar olacaq mürəkkəb feillər. Bəs bilmək sözü haçan müstəqil şəkildə deməli işlənir? Bilmək məlumatı olmaq. Məlumatı olmaq mənasında və yaxud da ki, özündən əvvəl təsirli hallı söz gələrsə, bilmək artıq müstəqil feil olacaq. Məsəl üçün deyirəm, dərs bilmək. Nə etmək bilmək, nəyi, dərsi. İndi bu məqlə verirəm sadəcə olaraq bunu. Əslində, dərs bildi deyək, məsələn, bu formada. Və yaxud da ki, xəbər bilmək. Burada bilmək ayrıdır, xəbər ayrıdır. Artıq bunu mürəkkəb feil kimi verə bilməliyik. Bu ayrıca təsirli yalı sözdür. Bu da ayrıca sadə feildir. Sonra gəldi olmaq. Olmaq necə götürüləcək? Əsasən olmaq xarakteri xüsusiyyət daşıyacaq uşaqlar. Məsəl üçün, baxın, adam olmaq. Adam olmaq. Yəni, adamın xüsusiyyətini daşımaq, adamlaşmaq. Alim olmaq. Alim olmaq. Yəni, alimin xüsusiyyətini daşımaq. Dürüst olmaq. Yəni, o dürüst olmağın xüsusiyyətini daşımaq uşaqlar. Bu formada. Uşaq olmaq. Dərman olmaq. Bəzən isə daşımır o xüsusiyyəti. Nəzərdə saxlayın. Hər zaman daşıyır fikri də yanlışdır. Müəllim olmaq. Bu sözlərdə olacaq mürəkkəb feil. Bəs olmaq sözünü biz nə vaxt müstəqil feil kimi işlədərik? Yəni, mürəkkəb olmayan feil kimi, sadə feil kimi götürək. Nə vaxt? Uşaqlar, baxın, bu vaxtlarda. Birincisi, doğulmaq mənasında işlənərsə, doğulmaq. İkincisi, yaşamaq mənasında işlənərsə. Üçüncüsü, mövcudluq mənasında, mövcud olmaq mənasında işlənərsə. Dördüncüsü, deməli, iştirak etmək mənasında. Bu mənalarda işlənəcəksə, mürəkkəb feil olmayacaq artıq. Məsəl üçün, baxın, deyirəm ki, o Bakıda olub. Yəni, doğulub mənasında. Nə edib olub? Kim o? Burada. Harada? Bakıda. Görürsünüz, ayrıca suala cavab verdi, sadə. Yaşamaq. Mən burada oluram. Nə edirəm, oluram? Kim, mən, harada, burada. Bu formada mövcud olmaq, məsəl üçün, bundan, məsəl üçün deyirəm, oba marketdə olur. Hə, yəni mövcuddur da, nə edir, olur. Bu formada. İştirak etmək, mən iclasda oldum. Nə etdim, oldum, harada, iclasda, kimlə. Bu formada. Bu da oldu uşaqlar bizim mürəkkəb feillərimiz. Və yadınızda saxlayın ki, frazeoloji birləşmələrin də bir qismi, demək olar çox böyük bir qismi mürəkkəb feil kimi işlənir. Bu oldu bizim feilin quruluşu haqqında bilməli olduqlarımız. Bununla dərsi yekunlaşdırmayacağım, bu azdır.